Əziz sürücülər, əgər yol ayrıcı qarşısında belə bir nişan görürsənsə, bu demək deyil ki, bu yol ayrıcından sola yaxud geriyə dönmək olmaz. Bəli, bu nişan məcburi düzünə və ya sağa nişanıdır. Birinci kəsişmədən ya düzünə ya da sağa dönməlisən. Amma əgər görsən ki, kəskin hərəkət hissəsində ayrıcı zolaq var, yəni bu şəkildə beton sədd, dəmir ara kəsmə, yəni yer səthinin hündürə qalxan bir maneə, yəni qoşa xətt yox. Bu halda ikinci kəsişməyə daxil olduqdan sonra geriyə də dönə bilərsən, sola da dönə bilərsən. Bu nişan ona görə yol ayrıcı qarşısında qoyurlar ki, sürücü birinci kəsişməni sola dönməsin. Çünki kəsişən yolda iki hərəkət hissəsi var. Birinci hərəkət hissəsində axın soldan sağa doğrudur. Yəni bu nişanı qoyurlar ki, sürücü birinci kəsişməyə dönmə. Nişanı keç, yəni qazonu keç, sonra dön sola yaxud geriyə. İkinci məsələ, əgər yol verin nişanı sənin qarşında tək qoyulubsa, bu deməkdir ki, həm sağa həm də sola yol verməlisən. Sağdan soldan yaxınlaşan avtomobillər baş yola yaxınlaşır. Əgər heç kimə mane olmursansa, tam dayanmaq tələbi də yoxdur. Hərəkətini davam etdirə bilərsən. Əgər qarşına hər hansı maneə kəsibsə, yaxud dayanmış avtomobil varsa, sən onu yanından keçmək istəyirsənsə, keçəcəyin zolaqdakı avtomobilləri nəzərdən keçir. Sol güzgüdə bax. Onlara mane olmursansa, sol zolaqla onun yanından keçib gedə bilərsən. Görsən ki, hər hansı avtomobil humanistik edərək sənə yol verir, bu sürücü mədəniyyətidir. Üstünlüyündən imtina edirsə, o halda sən ona təşəkkür edərək, yaxud ona mane olmadan hərəkətə başlaya bilərsən. Əgər svetoforun sarı işığı yanıb sönürsə, üstünlük nişanları, yəni baş yol, yol verir, stop nişanları əhəmiyyət kəsb edir. O halda sən baxırsan, əgər baş yoldasansa, o halda bir dənə tramvaylara mane olmadan hərəkət edə bilərsən. Sağa dönürsənsə, heç kimə mane olmadan sağa dönə bilərsən. Əgər yol ayrıcından kənarda tramvay reysi varsa və sən geriyə dönmək istəyirsənsə, reysə çıxaraq orada hərəkət edərək geriyə, yəni U dönüşü edirsən. Və yaxud yaxınlaşdığın yol ayrıcına indicə kəsişən yol tərəfdən, yəni yol verin nişanı tərəfdən gəlirsən. O halda sağdan soldan gələnlərə mane olmursansa, sarı işıq yanıb sönür ki, sürücü diqqətli ol, üstünlük nişanlarına bax. Burada artıq svetofor işləmir, yaxud nizamlanmayan funksiya yerinə yetirir. O halda heç kimə mane olmursansa, düzünə, sağa, sola, geriyə dönə bilərsən. Və piyada keçidlərinə yaxınlaşanda sürəti azaltmaq lazımdır ki, kəskin tormoz verəndə arxadan gələn avtomobillər səninlə toqquşmasın. Və yaxud dalan təsviri olan nişanlar sənə üstünlük vermir və buranın yol ayrıcı olmağı statusunu verir. O halda əgər görsən ki, üstünlük nişanları yoxdur, o halda yolun örtüyü də eynidirsə, eyni əhəmiyyət yol ayrıcıdır. Sağdan yaxınlaşan velosiped, motosiklet olsa belə ona yol verib